Allahu 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 Allah Allahu 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 Allah Allahu Allahu Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz İslam əqidəsidir. Keçən bəhsdə dedik ki, İslam dünyasında yaranan elmlərin biri də əqaiddir. Əqaid bir müsəlmanın nəyə və nəyə görə etiqad etməli məsələlərini müzakirə edən elmdir. Və bunu da dedik ki, hər bir insan dinindən, irqindən, coğrafi ərazisindən asılı olmayaraq müəyyən bir bağlılıqları, müəyyən bir əqidəsi var. Yəni, əqidə yalnız dindarlığa, dinə məxsus bir şey deyil. Hər bir məktəbin, hər bir düşüncənin özünə məxsus bir əqidəsi var. Özünə məxsus bir bağlılıqları, özünə məxsus bir dünya görünüşü var. Təbii olaraq, əqidəni yaradan amillərdən biri də, yəni əqidəni ifadə edən amillərin də biri də dindir. Yəni, din də bu məsələlərin yanında müəyyən bir əqidəni bəşərə ərmağan edir ki, bu əqidə, bu baxış doğrudur. Buna görə də ilk növbədə biz dinin nə olduğunu başa düşməliyik ki, ümumiyyətlə din nədir? Dinin tərifi nədən ibarətdir və dinin həqiqəti nədir? Təbii olaraq dinin tərifini izah etməyə çalışanlar, dinlər tarixi, sosiologiya və yaxud psixologiya alimləridir. Biz bunların əsərlərinə baxdıqda görürük ki, bunlar çalışıblar ki, dini tərif etsinlər. Lakin bunların tərifinə müraciət etdikdə görürük ki, bunların din barəsində etdikləri tərif biri-birilərinin ziddinədir. Yəni, məsəl üçün, din tarixinin tərif etdiyi dinlə sosiologiyanın tərif etdiyi din heç bir formada bir-biri ilə uzlaşmır. Ümumən, dinin tərifi barəsində olan biz nəzərlərə baxdıqda görürük ki, əgər bir istəsək ki, dinin tərifi barəsində danışaq, bu bir dənə kitab olar. Yəni, din barəsində o qədər təriflər verilib ki, təbii olaraq bu bizim müzakirəmizin zamanından, vaxtından xaricdir. Biz qısa olaraq qəbul olunan tərifi siz əzizlərə təqdim edəcəyik. Qəbul olunan tərif bundan ibarətdir ki, biz müəyyən bir dini tərif edək. Yəni, din anlayışını müəyyən bir dinin içində tərif edək. Məsəl üçün, biz bilirik ki, dünyada müxtəlif dinlər var. Bu dinlər səmavi, qeyri-səmavi, məsəl üçün, Yəhudiyyət, Xristiyan və İslam səmavi din adlanır. Və qeyri-səmavi, Buddizm və sair. Eyni zamanda müəyyən şəxslərin də, müəyyən insanların da təqdim etdiyi müəyyən dinlər var. Yəni, dinlər bu dünyamızda müxtəlifdir, fərqli-fərqli dinlər var. Bunların hamısını eyni tərifin altına yığmaq olduqca asan məsələ deyil və qeyri-mümkündür. Buna görə də biz dini, dediyimiz kimi, müəyyən bir dinin təlimlərini rəhbər tutaraq tərif etməliyik. Təbii olaraq biz müsəlman əqidəsindən, İslam əqaidindən bəhs etdiyimiz üçün din anlayışını İslam təlimlərinə əsasən tərif edilməsini məqbul sayırıq. Biz İslam təlimlərinə müraciət etdikdə görürük ki, İslam təlimləri dini bu formada tərif edir. Din insanın dünya və axirət xoşbəxtliyini təmin etmək iddiasında olan bir növ dünya görüşü ilə uzlaşan inanc və əməllər planların toplusudur. Yəni, dinə biz baxıda görürük ki, dində dünya və axirət məsələsi yer alır. Dində insan həyatını xoşbəxt edən məsələlər var və eyni zamanda bu dinin üçüncü və yaxud dördüncü tərəfi ondan ibarətdir ki, müəyyən icra ediləsi və yaxud etiqad ediləsi əməllər var. Demək, dinin tərifi İslam dinində bu ondan ibarət oldu ki, İslam dinin tərifində buyurur ki, din bir insanın dünya və axirət xoşbəxtliyini təmin edən bir dünya görünüşüdür. Bu dünya görünüşünün müəyyən bir əqidəsi var, müəyyən bir inancı var, müəyyən bir rəftarı var, müəyyən bir mədəniyyəti var.
İkinci məsələ bundan ibarətdir ki, biz dinin tərifini İslam təlimlərinə əsasən bildikdən sonra bu məsələ müzakirə olunmalıdır ki, ümumən İslamda əqidə anlayışı hansı formada müzakirə olunmuşdur? Ümumən əqidənin İslam dünyasında yeri nədən ibarətdir? Biz yenə İslam təlimlərinə müraciət etdikdə görürük ki, hər bir əqidə İslam təlimlərinin, yəni İslam dininin təyin etdiyi, təsdiq etdiyi bir anlayış deyil. Yəni İslam dini hər əqidəni məqbul saymır. İslamda buna görə də əqidə azadlığı təfəkkür azadlığı ilə bərabər səslənir. Və təfəkkür azadlığının azad olması üçün əqidə azadlığı İslamda qadağan olunmuşdur. Yəni İslamda əqidə azadlığının yerinə təfəkkür azadlığı var. Nəyə görə? Çünki əqidə hər bir insanın təəssüb üzündən, təəssübkeşlik yüzündən, müəyyən elmi əsaslara olmadan bağlandığı bir məsələlərdir. Yəni əqidədə yersiz, əsassız bağlantılar var. Lakin təfəkkürdə bu bağlantılar heç bir formada yoxdur və təfəkkür insanın özünün düşüncəsinin məhsuludur, özünün ağlının məhsuludur. Lakin əqidə müəyyən bir adətdən, müəyyən bir mədəniyyətdən doğan bir anlayış olduğu üçün İslamda əqidə azadlığı təfəkkür azadlığına görə məhdud və qadağan olunmuşdur. Buna görə də yenə nəticə olaraq bunu deyə bilərik ki, İslamda hər əqidə mətlub deyil. O əqidə mətlubdur ki, onun arxasında təfəkkür dayansın, onun arxasında möhkəm bir dəlil dayansın. Əgər belə olan halda insanın əqidəsi məqbuldur. Buna görə də İslam öz əqidələrini bəyan edərkən heç bir formada siz düşünmədən gəlin bunu qəbul edin iddiasında səsləndirmir. Yəni İslam ilk növbədə öz əqidəsini düşünməyə dəvət edir. Yəni insanlara deyir ki, düşünün, bu məsələlər barəsində öz fikrinizi irəli sürün, ondan sonra qəbul edin. Yəni Məsihiyyət kimi və yaxud bəzi İslami məzhəblər kimi iman gətirin, sonra düşünün məsələsini İslam təlimləri heç bir formada qəbul etmir. Buna görə də İslam əqaidi, yəni alimlərin sözü bundan ibarətdir ki, İslam əqaidində təqlid yoxdur. Yəni hər bir insan öz çıxarışına əsasən, öz tutumuna əsasən İslamın təqdim etdiyi əqidələri sənədli şəkildə, möhkəm şəkildə, dəlil və sübutla qəbul etməlidir. Və dediyimiz kimi, İslam da öz əqidələrini, öz əqaidini bəyan edərkən heç bir formada dəlilsiz, sübutsuz bəyan etməmişdir. Harada əqidə məsələsi varsa, əqidə mövzusu varsa, onun arxasınca onun dəlili də bəyan olunmuşdur. İslamda Allahşünaslıq, Allah barəsində olan sifət və feillər demək olar ki, əsas mövzulardan biridir. Biz baxırıq, görürük ki, Allah barəsində danışarkən belə İslam əqaidində ilk olaraq Allahın varlığını isbat etməyə çalışır. Allahın varlığı üçün gətirilən dəlillərə toxunulur. Və buradan biz nəticə alırıq ki, bəli, İslam əqaidi imanla fərqlidir. Yəni, İslam əqaidi ilk olaraq gəl mənim dediklərimə iman gətir iddiası ilə çıxış etmir. Bəlkə mənim təqdim etdiyim əqidələr barəsində düşün, mühakimə et, sonra qəbul et iddiasında çıxış edir. Və biz bu məsələlərin, bu müzakirələrin davamında inşallah bu məsələləri qısa olaraq siz əzizlərə təqdim edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu. Allahu, 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 Allah.